təsdiqləndi. Fasilədən sonra Pir Saat neft yatağı və ona bitişik sahələrin daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Çin Xalq Respublikasının Şengli şirkəti ilə Dövlət Neft şirkəti arasındakı sazişin təsdiqi və həyata keçirilməsinə icazə haqqında müzakirələr başlandı. Dövlət Neft şirkətinin prezidenti Natiq Əliyev də çıxışında neft yataqlarına qoyulan sərmayələrin ilbəl artdığını dedi. O, 2004-cü ildən Cənubi Qafqaz boru kəmərinin tikintisinə başlanacağını söylədi. Xarici şirkətlərin Azərbaycanın neft yataqlarına böyük maraqlarının olduğunu vurğuladı. 306 min ton neft hasıl olunmuşdu. Onlar bir ilə öhdəlik götürdülər ki, bu hasilatı 500 min tona artırsınlar ildə və bu ildə 80 milyon dollar yalnız Səlyan Oil şirkətində, yəni bu Qarabağlı Kürsəngiyə investisiya qoysunlar. Hələ biz belə bir şey quruda görməmişdik tarixdə. Natiq Əliyev Sabunçu, Binəqədi, Siyəzən neft yataqlarının bərbad vəziyyətdə olduğunu və bu yataqların işlənməsi üçün Dövlət Neft şirkətinin vəsaitinin çatışmadığını etiraf etdi. Beləliklə, Çin Xalq Respublikasının Şengli şirkəti ilə Azərbaycan Dövlət Neft şirkəti arasındakı saziş təsdiqləndi. Afət Telman qızı, Azər Qarayev, ANS. Milli Məclisin bugünkü iclasından müxbirimiz davam etdirəcək. Səhər iclasında Milli Məclisin sədri Murtuz Ələsgərov gündəliklə deputatlara tanış etdi. İclasda Konstitusiya Məhkəməsi haqqında qanunun layihəsi barədə Hüquq Siyasəti və Dövlət Quruculuğu Məsələləri Daimi Komissiyasının sədri Əli Hüseynov məlumat verdi. Konstitusiya Məhkəməsinə dair qanuna dəyişikliklər edilməsinin vacibliyi vurğulandı. İclasda iştirak edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Azərbaycan Konstitusiya Məhkəməsinin 6 illik fəaliyyəti zamanı 74 qərar qəbul edildiyini vurğulayaraq, yeni qanun layihəsinin hazırlanmasında səriştəli hüquqşünasların iştirak etdiyini və beynəlxalq təcrübəyə əsaslandığını diqqətə çatdırdı. Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikası qanunun layihəsi ilə bağlı müzakirələrdə çıxış edən millət vəkilləri layihənin ayrı-ayrı bəndlərinə münasibət bildirdilər. İrad və təkliflər söyləndi. Çıxışlarda yeni qanun layihəsinin yüksək səviyyədə hazırlandığı, dünyanın bir çox ölkələrinin qabaqcıl təcrübəsindən istifadə olunduğu da diqqətə çatdırıldı. Milli Məclisdə deputatların rəy və təkliflərinə münasibət bildirildi. Sonra Konstitusiya Məhkəməsi haqqında qanun layihəsi birinci oxunuşda səsə qoyuldu və qəbul edildi. Axşam iclasında Təbii Ehtiyatlar, Energetika və Ekologiya Məsələləri Daimi Komissiyasının sədri Asya Manapova bu yay iyunun 4-də Azərbaycan və Çin şirkətləri arasında bağlanmış sazişə dair gündəlikdəki ikinci məsələni təqdim etdikdən sonra millət vəkilləri Azərbaycan Respublikasında Pir Saat neft yatağı və ona bitişik sahələrin daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Dövlət Neft şirkəti, Şengli Oilfield Chengda Group Company və Azərbaycan Dövlət Neft şirkətinin ortaq neft şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə məsələyə dair rəy və təkliflərini bildirdilər. Bu sazişin Azərbaycanın milli mənafələrinə uyğun olduğu, ölkəmizdə iqtisadiyyatın inkişafına və sosial tərəqqiyə, yeni iş yerlərinin açılmasına və beləliklə əhalinin məşğulluğunun təmin olunmasına xidmət edəcəyi vurğulandı. Deputatlar neft sahəsində qərb şirkətləri ilə yanaşı, şərq şirkətləri ilə də əməkdaşlığın vacibliyini önə çəkdilər. Qeyd olundu ki, Pir Saat neft yatağı və ona bitişik sahələrdə hasilatın pay bölgüsünə dair bu saziş, əsasən 1994-cü ildə Prezident Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının uğurlu davamıdır. Milli Məclisdəki fikir mübadiləsinin yekununda Azərbaycan Dövlət Neft şirkətinin prezidenti Natiq Əliyev, Çin Xalq Respublikasının Şengli Oilfield şirkətinin Xarici Sərmayələr İdarəsinin rəisi Li Ansiya, Milli Məclisdə səslənmiş fikirlərə və məsələyə münasibət bildirdilər. Azərbaycan Dövlət Neft şirkətinin digər nümayəndələrinin də rəyləri dinləndikdən sonra məsələ səsə qoyuldu və Milli Məclis Azərbaycan-Çin əməkdaşlığının yeni səhifəsi olan neft sazişinin təsdiqinə razılıq verdi.